Bir dəqiqə Ərəstun İmkan bəy. vermirlər, Qurban Alo. bəy, imkan vermirlər. Alo. Qurban bəy, salam. Salam Ərəstun bəy, buyurun efirdəsiniz. Hər kəsi salamlayıram. Mən gördüm sizin qonaqlarınız hazır deyil mövzuya. Elə ona görə istəyirəm ki, gözlənilməz mövzulara qoşulsununa görə də millət vəkilləri, namizədlər belə mövzulara necə reaksiya verirlər? Görünür ki, rabitə problemləri var və əslində qaldırılan məsələ çox ciddi məsələdir. Ona görə ciddi məsələdir ki, mən qısaca bir dəqiqəlik bu fikri əsaslandırım. Buyurun. Biz elə bir dönəmə gəlib çıxdıq ki, bugün son 80 ildə müttəfiq olmuş Avropa Birliyi ilə Amerika rəqibə çevrilib. Və bugünkü Amerika daha çox Rusiyanın müttəfiqidir, nəinki Avropa Birliyi. Bəli, açıq şəkildə. Və belə şəraitdə çox təəssüf ki, hər bir dövlət ən müxtəlif təhdidlərə hazır olmalıdır. O cümlədən də Azərbaycan. Və ilk növbədə kiçik dövlətlər üçün, Azərbaycan kimi dövlətlər üçün təhdidlərdən qoruna bilmək üçün ciddi, etibarlı müttəfiq lazımdır. Bugün müttəfiq sözünü müasir dünyada etibarlı sözündən ayrı işlətmək köklü şəkildə yanlış olardı. Yəni, yenə həmin ABŞ-Ukrayna münasibətləri, həmin ABŞ-Avropa münasibətləri kontekstində deyirəm bunu. Bizim üçün yeganə müttəfiq Türkiyədir. Başqa heç bir dövlət bizə müttəfiq deyil. Olmayacaq, ola da bilməz. Hər bir dövlətin öz siyasi, iqtisadi, geosiyasi çıxarları var. O cümlədə Türkiyənin. Amma Türkiyə yeganə ölkədir ki, onun daxilində müəyyən bir kəsim, mən vəziyyəti çox şişirtmək istəmirəm, çox böyütmək istəmirəm bu amilin rolunu. Amma müəyyən bir kəsim Türkiyə bu və ya digər hökumətinə və hakimiyyətə iddia edən partiyasının münasibətini Azərbaycan siyasətindən əlaqələndirir. Xüsusən bu, türkçü millətçi kəsimə aiddir. Belə olduğu halda Azərbaycan-Türkiyə münasibətləri son dərəcə ciddi əhəmiyyət kəsb edir. Hal-hazırki dövrdə və biz görürük nə baş verir. Diqqət yetirilirsə, İlham Əliyevin Türkiyə səfərinin ardınca İsrail parlamentində böyük bir təxribat oldu. Ciddi bir təxribat Azərbaycanın əleyhinə. Üzdə çox gözəl bir ideya idi və çox təəssüf ki, Azərbaycan hakimiyyəti bunu anlamadı, ya anlamaq istəmədi. O dərəcədə İsrailin qarşısında 8 qat mı, 16 qat mı, yoxsa 160 qat mı qatlanırlar. Bu nəzər almırlar ki, İsrail özü müstəqil dövlət deyil. İsrail ümumiyyətlə dövlət deyil. İsrail Amerikanın hərbi bazasıdır. Yaxın Şərqdə. İsrail parlamentində Qurban bəy bir deputatın sorğusundan Netanyahu hökumətinin naziri açıqlama verdi ki, biz bugün İsrail, ABŞ, Azərbaycan alyansı yaratmağa çalışırıq. Bu istiqamətdə iş görürük. Və İsrailin təhlükəsizliyi strategiyası baxımından Azərbaycan bu sistemin çox mühüm bir elementidir. Azərbaycan element deyil, Azərbaycan dövlətdir. Bəyənə bilərsiniz, bəyənməyə bilərsiniz, Azərbaycan dövlətdir. Uğurlanmış dövlətdir, sizin agentləriniz tərəfindən, amma dövlətdir. Çünki o dövlətin sahibi var, xalqdır və onu özünə qaytaracaq. Və bu təxribat idi, Qurban bəy. Bu təxribatı Azərbaycan hökuməti ya tutmadı, ya tutmaq istəmədi. Çox güman ki, ikinci. Çünki o qədər kütbeyin ola bilməzsən ki, bunun təxribat olduğunu anlamayasan ki, bu addımı, bu ifadəni işlətməklə, belə bir xət göstərməklə, belə bir siyasi strategiya olduğunu güya ortaya qoymaqla Azərbaycanı onu əhatə edən 3 böyük dövlətlə qarşı-qarşıya qoyasan. Rusiya ilə, İranla və ən başlıcası da Türkiyə ilə. O mənada bu təxribatın məhz İlham Əliyevin Ankara səfərinin səhərisi günü ortaya atılması təsadüfi sayılmamalıdır. Baxın, Azərbaycan-Türkiyə münasibətlərini korlanmaq istəyən nə qədər daxili və xarici güclər var. Bəli. Görün Rusiya neynədildi. İlham Əliyev səfərə gedən gün
Azərbaycan səfirliyinin qarşısındakı bağda, Moskvada Heydər Əliyevə qoyulacaq heykəlin bünövrəsi qoyuldu. Və ora kim gəlib iştirak elədi? Rusiya Baş Nazirinin muavini. Yəni, Ruslar Ankara'ya göstərdilər ki, siz çalışa bilərsiniz. Azərbaycan hakimiyyəti bizim tərəfdaşdır. Baxın, biz Heydər Əliyevin xatirəsinə necə hörmətlə yanaşırıq. Nə bilim, biz ona heykəl qoymaq, hələ heykəl yox, heykəlin bünövrəsi qoyulur. Biz ora Baş Nazirin muavini səviyyəsində nümayəndə göndəririk. Və belə bir şəraitdə, əlbəttə ki, Azərbaycan-Türkiyə münasibətləri və mən bunu həmişə deyirəm, Türkiyə-Azərbaycanın yeganə təbii müttəfiqidir. Çünki o Türkiyə xalqının, elə Azərbaycan xalqı kimi də çeşidli olmasına rəğmən orada bizim dəstəkçimiz olan müəyyən bir kəsim var. Və Türkiyə hələlik istər İrandan, istər Rusiyadan fərqli olaraq hakimiyyəti qanuni seçki yolu ilə müəyyənləşən dövlətdir. Qüsurlar ola bilər, amma fakt olaraq qalmaqdadır. Və bütün bu filmlərdə, tarixin orada təhrif olunması da, Azərbaycan türklərinə aşağılayıcı münasibətdə, və hamısı məqsədli həyata keçir. Və hamısı böyük bir təxribatın tərkib hissəsidir. Ona görə yox ki, Türkiyə Azərbaycanı itirsə və yaxud qazana bilməsə, Türkiyə dövlət olaraq zəifləyəcəkdir. Tək ona görə yox. Ona görə ki, Azərbaycan Türkiyənin Türk dünyasına çıxışıdır. Mərkəzi Asiya çıxışıdır. Və Türk dünyası Mərkəzi Asiyadadır, qismən Çindədir və böyük bir hissəsi də Rusiya ərazisindədir. Baxmayaraq ki, onların mütləq əksəriyyəti demək olar ki, öz kökənini itiribdir. Yəni, onlar faktiki olaraq assimilyasiya uğradılıblar Rus Sovet İmperiyası tərəfindən. İndi baxın buna prosesə, əziz həmvətənlərim, geniş pəncərədən. Görün, Azərbaycan nə dərəcədə əhəmiyyətli rol oynayır böyük bu geosiyasi xəritədə. Azərbaycan açardır. Elə bilin ki, siz bir zəngin binaya, böyük bir binaya girmək istəyirsiniz, orada xilas olmaq üçün, qorunmaq üçün, yaşamaq üçün, həyatda qalmaq üçün. Amma sizin orada daxil ola bilməyiniz qapını aça bilməyinizdən asılıdır. Asardan asılıdır. Asar yoxdursa, siz qaldınız bayırda. Ya günün istisi öldürəcək, ya soyuq, ya yağış, ya qar, ya boran, ya da tufan. Bu məsələ var ortada. Və ona görə də bütün bu dövlətlər, xarici faktorlar təkcə özləri fəaliyyət göstərmir. Onlar həm də Azərbaycanın və Türkiyənin daxilindəki nəhəng 5-ci kolonları vasitəsilə iki dövlət arasında münasibətləri korlamağa nə qədər desəz investisiya eləməyə hazırdılar. Çünki bu, dediyim kimi, iki dövlət arasında münasibətdən gedən söhbət deyil. Bu iki dövlətin münasibəti məsələsi deyil. Bu böyük geosiyasi məsələdir. Bilirsiniz, biz dövlət ifadəsini çox rahat şəkildə işlədirik də. Çox asanlıqla dövlət deyirik. Dövlət o institutdur ki, onun müstəqil xarici, iqtisadi, təhlükəsizlik, müdafiə və daxili siyasəti var. İndi, əzizlərim, mən sizi bir qədər təəccübləndirəcəm öz sualıma cavab verməklə. Sizcə dünyada neçə həqiqi müstəqil dövlət var? Bu çərçivədən baxdıqda, bu prizmadan baxdıqda, o istiqamətlərdə fəaliyyət prizmasından. Mən sizə cavab verim. 7-8 dövlət var dünyada müstəqil. Cəmi 7-8. Mən sadalaya da bilərəm o dövlətləri. Təəccüblənəcəksiniz, amma təəccüblənməyin. Sonra diqqətlə düşünəndə görəcəksiniz ki, mən düz deyirəm. Bunlardan biri Amerika Birləşmiş Ştatları təbii, biri Rusiyadır, biri Çindir, biri Fransadır, biri Böyük Britaniyadır. İkisi də İranla Türkiyədir. Çünki bu dövlətlər öz
xarici siyasətini, daxili siyasətini, təhlükəsizlik siyasətini, heç bir dövlətin marağını nəzərə almadan öz maraqlarına uyğun şəkildə həyata keçirirlər və bu yolda da heç bir dövlətdən asılı deyirlər. Buyurun, mən 7 dövlət sadaladım. 8-ci qisməndi Hindistan'da. Məsələn, dünyada başqa heç bir müstəqil dövlət yoxdur. Bir dövlətin ki, maliyyəsi başqa dövlətin nəzarətində də o müstəqil dövlət deyil. Bir dövlətin ki, müdafiə siyasəti başqa dövlətlərdən asılıdır, o müstəqil dövlət deyil. Bir dövlətin ki, iqtisadiyyatı öz nəzarətində deyil, o müstəqil dövlət deyil, ola da bilməz. Və bu 7 müstəqil dövlətdən biri bizim müttəfiqimizdir. Bugün Türkiyə Böyük Britaniya ilə çox yaxın tərəfdaş münasibətindədir. Müstəqil deməyə ehtiyat edirəm. Tərəfdaş münasibətindədir. Və yaxın şərqdə Türkiyənin və o cümlədən də Böyük Britaniyanın cəmi 2 tərəfdaşı var. Bunun biri Qətərdir, biri də qismən Birləşmiş Ərəb Əmirlikləridir. O daha çox Britaniyaya yaxındır. Amma nəzərə alır ki, söhbət hansı koalisiyalardan gedir. İndi baxın, necə bir mürəkkəb konfigurasiya alındı. Və bu mürəkkəb konfigurasiyada Türkiyənin güclənməsi üçün, onun rolunun artması üçün Azərbaycan asar rolu oynayır. Ona görə də bizim daxilimizdə, Türkiyənin daxilində bu 2 dövlət arasında nifaq salmaq, bu 2 xalq arasında bir-birinə nifrət yaratmaq istəyən çox ciddi qüvvələr işləyir. Qurban bəy, çıxış eləyən bəyin adını unuttum. Süleyman bəydir. Süleyman bəy, bəli. Süleyman bəy bir daha salamlayıram. Onun yanaşmasını alqışlayıram. Həqiqətən sevirəm ki, belə gənclərimiz var. Süleyman bəy o Türkdən misal gətirdi. Dedi ki, mən Ermənistana gedəndə mənə belə münasibət göstərirlər. Azərbaycana gələndə belə münasibət göstərirlər. Bu ağ yalandır. Və belə söhbət eləyən adamlar da onu məqsədli şəkildə eləyirlər. Türkiyənin içində hamı türkdür. Amma bilmirsən ki, o türkün arxasında nə yatır? PKK-çı mı yatır? Erməni mi yatır? Yunan mı yatır? Bu da var axı. Gəlin etiraf eləyək. Bizdə də, Azərbaycanda da müəyyən milli azlıqların daxilində kiçik qruplar var ki, onlar türk sözünün özünə belə nifrət edir. Bəli. Onu gizlətirlər, açıq şəkildə deyirlər. Yəni, mən misalı ona görə gətirdim ki, burada biz ayıq-sayıq olmalıyıq. Biz bütün bu məsələlərə çox diqqətlə və çox dərindən yanaşmalıyıq. Və o filmdə, mən də baxmışam o filmdə, o filmdə Səfəvilərlə bağlı olan epizodların hamısında məhz o nifaq salma meyilləri var. Açıq aydın görünür olar. Bəli, ola bilər Türkiyə dövlətində bizə biraz yuxarıdan aşağı baxırlar. Buna təəccüblənmək lazım deyil. 600 ilin imperiyasıdır. Tarixdə 600 il ömrü olan ikinci bir imperiya olmayıbdır. O imperiyanın davamçıları olan bugünkü Türk xalqı, həsən də Türk imperiyası deyil idi də, gəlin etiraf edək. O ümumiyyətlə belə götürəndə xilafətin sələf idi daha çox. Yəni o dini imperiya idi. Məsələ ədavət də Səfəvilərlə ondan irəli gəlirdi ki, orada məzhəb məsələsi var idi. Bir tək o deyildi təbii ki, amma o da var idi. Amma bugün dünya dəyişib. Artıq 200 il bundan əvvəl din faktor olaraq, dövlət faktor olaraq keçdi arxa plana. Milli dövlətlər yaranmağa başladı. Bu proses Avropadan başladı, gəldi şərqə də çıxdı. Və bugün artıq Türkiyə həmin o Osmanlı, neo-Osmanizm siyasətindən, strategiyasından imtina elədi. Erdoğanın ilk mərhələdə strateji xətti o idi. Amma o başa düşdü ki, onun müttəfiqlik münasibətlərində milli faktor, etnik faktor daha böyük rol oynaya bilər, nəinki dini faktor. Yəni, ərəblərlə onun münasibəti alınmadı. O çox çalışdı buna. Alınmadı. Amma türklərlə bu daha rahat alınır. Baxmayaraq ki, türklərə çox ciddi Rusiya təsiri mövcuddur. Bax, bu mənada mən bu mövzunu çox aktual hesab edirəm. Və hesab edirəm ki, hətta Türkiyədə
bizə qarşı hansısa bir addımlar atılırsa, biz buna düşünməmiş emosional reaksiya verməməliyik. Biz düşünməliyik ki, bu addım atan kimdir? Niyə atır? Nə niyyətlə? Nə məqsədlə? Və bugün bu mənada sosial media çox böyük rol oynuyor. Bugün artıq dünyanın heç bir media vasitəsi, nə televiziya, nə qəzetlər, nə saytlar bu dərəcədə geniş auditoriyanı əhatə eləmir, nəinki sosial media. Ona görə sosial medianın özündə son dərəcə diqqətli olmaq lazımdır. İmkan vermək lazım deyil ki, bir gün ayılıb görək ki, kimin əlində alət olmuşuq. Və özümüzə qarşı alət olmuşuq. Bu ən böyük faciə olan, istənilən bir xalq üçün. Mən uzun danışdım, çox üzr istəyirəm. Amma bir daha deyirəm, təşəkkür edirəm ki, çox zəruri müdaxilə oldu. Təşəkkürlər. Çox sağ olun. Qaldırmısınız və Süleyman bəyə təşəkkür edirəm. Həqiqətən Süleyman bəy, Allah sizə uğur versin, möhkəm durun, düz yoldasınız. Düz yoldasınız. Və sizdən örnək götürəsi, sizdən nümunə götürəsi xeyli gənclərimiz var. Təşəkkür edirəm bir daha hər kəsə, üzr istəyirəm vaxtınızı aldım. Çox sağ olun Rəşid bəy. Mən Qurban bəy bir şey əlavə edə bilərəm. Görəm Babək bəy danışmaq istəyir. Mən